Dəyərli izləyicilər, sorursuz ki, divertikulit nədir? Gəlin əvvəlcə divertikuldan danışaq. Divertikullar bağırsaq divarında, bağırsağın iç hissəsindən kənara doğru yaranan boşluqlardır, kisəciklərdir, baloncuqlardır. Bağırsaq motorikası pozulmuş insanlarda, xüsusən lifli qidalardan istifadə etməyən insanlarda, qəbizliyi olan insanlarda bağırsaq daxili təzyiqin dəyişməsi nəticəsində bax belə ciblər, balonlar yarana bilir, kisələr yarana bilir. Bu zamanda böyük bayıra çıxan zaman həmin ciblərdə, həmin kisəciklərdə nəcis qalır və iltihaplamaya səbəb olur ki, bu divertikulit adlanır. Divertikullar həzm sisteminin hər yerində yarana bilər. Qida borusunda, mədədə, nazik bağırsaqlarda, amma ən çox yoğun bağırsaqda yaranır. Yoğun bağırsağın isə sigmoid kolon adlanan hissəsində daha çox yaranır. Ona görə də xəstənin çox vaxt ağrıları sol alt qarın hissədə olur. Lakin bəzən divertikulit çox güclü əlamətlərlə ağrı ilə yanaşı temperatura, ürəkbulanma, qusma kimi əlamətlərlə özünü göstərə bilər. Hətta vaxtında müalicə edilməsə qanaxma, hətta perforasiya, bağırsaq deşilməsinə də gətirib çıxarda bilər. Əgər divertikul diaqnozu qoyulubsa da mütləq mütəmadi aralıqlarla gastroenterolog konsultasiyasında olub müalicə almaq lazımdır ki, ağırlaşmalarla üz-üzə qoymayaq. Bəs diaqnoz necə qoyulur? Diaqnoz çox vaxt təsadüfən qoyulur. Xəstələr rutin olaraq kolonoskopiya olunmaq istəyəndə biz qoyuruq. Lakin bəzən isə hər hansı bir instrumental müayinə, məsələn, qarın boşluğunun katesi zamanı aşkarlanır. Bəzən isə xəstələr çox ağır vəziyyətdə, kəskin qarın ağrısı, dediyim əlamətlər, ürəkbulanma, qusma, şiddətli ağrılarla bizə müraciət edən zaman biz qoyuruq diaqnozu. Ona görə əgər az olsa, sol qarnın alt hissəsində ağrılarınız olursa da vaxtında həkimə müraciət edin ki, ağrılaşmalarla üz-üzə qalmayın.